Hoş gördük. Elimde gördüğünüz bu bitki kuşəpəyi bitkisi adlanır. Kuşəpəyi Azərbaycanda yaygındır. Kuşəpəyi Capsella bursa pastoris adlanır latınca. Həmçinin kuşəpəyi bitkisini bəzi yerlərdə çoban çantası olaraq da adlandırırlar. Çobanın çantasına oxşayır və bitkinin yerüstü hissəsindən istifadə olunur. Həmçinin bitkinin toxumlarından quşlar yararlandığına görə adı quş əppəyi adlanır. Quş əppəyi bitkisi tibbdə geniş istifadə olunur. Bəzi yerlərdə qankəsici bitki kimi də adı hallandırılır. Və bir neçə məqalələr var quş əppəyi haqqında. Bu həmin quş əppəyi və ya çoban çantası bitkisi daha çox qadın xəstəliklərində, xüsusilə miomalar zamanı və qanamanı dayandırmaq üçün istifadə olunan bitkilər qrupuna aiddir. Nəinki miomalar zamanı, həmçinin babasil, proktit, düz bağırsağın iltihabı və qanaması zamanı quşəpəyi bitkisinin həm dəmləməsindən istifadə olunur, həm də təpitmə şəklində istifadə olunur. Quşəpəyi bitkisi götürülür bu qədər, təxminən 15 qram qədər götürülür. 200 milli qaynar suda 20 dəqiqə dəmlənilir. Dəmləndikdən sonra soyudulur, otaq temperaturuna gəldikdən sonra quşəpəyi bitkisini eyni qaydada gündə 2 dəfə yeməkdən sonra daxilə qəbul edə bilərsiniz. 2 həftə istifadə etmək kifayətdir. Quşəpəyi bitkisi bir sıra qan laxtalandırıcı bitkilərlə və dərmanlarla birlikdə istifadə olunması məsləhət deyil. Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Özünüzdən müğayət olun.